baxın, bəhs etdiyimiz kontrakturalar daha çox hərəkət olan hissələrdədir. Çənə, boyun, ayaq, əl, bazı oynağı, bazı. Gözlə görünməyən hissələrdə, o əzələlərdə də kontrakturalar yarana bilər. Bu da dediyimiz kimi əzələdə olan bir çox problemlər səbəbilə və ya hər hansı bir xəstəlik fonunda passiv fazada yavaş-yavaş baş verə bilər. Bəli, bu Düzgün olmayan pozisiyalarda, yanlış oturuşda, ağırlıq qaldırmalarda və s. mikrotravmalar səbəbi ilə çoxdur səbəb. Bütün mikrotravmalar gələcəkdə hansısa artrozun və kontrakturanın əmələ gəlməsinə səbəb ola bilir. Nöqtədən ətrafa yayılmış formada. Bədən cavandırsa, əzələlər möhkəmdirsə, yanaşıb iltihabı xəstəliyi başqa şey yoxdursa, bədən onu kompensasiya eləyir. Zamanla, məsəl üçün qadınlarsa klimaksdan sonra ola bilər və yaxud da ki, sonradan daha başqa, daha metabolik dəyişiklik, aktiv travma alanda biraz da ağırlaşa bilər. Metabolik dəyişikliklər zamanı baş verə bilər. Hansısa dərman qəbul eləyə bilər, hansısa başqa xəstəlik uzubatından daimi dərman qəbul eləyə bilər. Onun fonunda baş verə bilər və ən nəhayət iltihab fonunda, hətta iltihab fonunda baş verəndə o mikrotravması olan oynaqdan başlayır elə proses. Ki, bu da nə oldu, iltihab varsa o birisi oynağım niyə ağrımır deyir xəstə. Hansı ki, burada əvvəl mikrotravma olub, ona görə oradan başlayıb. Məsələn, autoimmun xəstəliklər daha çox xırda oynaqlardan başlayır. Amma travması olmuş xəstələrdə bir də görsən, kiçik oynaqlarla bərabər, bir də görsən, böyük oynağında birində monoartrit şəklində şişkinlik baş verir. İnsanda bilirsiniz necədir? Hamısı düzgün işləməlidir ki, ağırlıq mərkəzini, qaməti insan düz saxlaya bilsin. Hansısa kontraktura var, diz oynağı axıra qədər açılmırsa, istər-istəməz insan biraz bir dizini bükülü axıra qədər açılmır axı. Ağırlıq mərkəzi dəyişir. Çanaq bu 1 gün, 3 gün, 5 gün, 20 gün digər ətrafda artıq yüklənmələr baş verir. Ön əzələ gərilir, arxa baldır əzələləri gərilmiş olur və digər problemləri törətməyə çanağı çəkir, əyir, çanaq əyilmiş olur. Hansı ki, xəstə bəzən dizindən şikayət eləmir, deyir, dizimdə ağrı yoxdur. Həkim həmişə buradan ağrı verir və yaxud da ki, arxadan belimdə həmişə ağrılar olur. Doktor, onda belə çıxır ki, biz skalyozu da kontrakturalar sırasına yaza bilərik. Əgər orada hərəkət məhdudluğu varsa, bir hissədə skalyozda nə baş verir? Rotasiya və laterofleksiya, yəni həm burulma, həm əyilmə, onurğanın skalyotik vəziyyəti var. Bir də skalyoz xəstəsi var. Onurğanın skalyotik vəziyyəti nədir? Sadəcə insan belə çəp dayanıbsa, çanaq əyridirsə insanın hansısa problemlə, elə dediyim kontraktura səbəbindən çanaq da əyri ola bilər. Onurğa düz ola bilməz. Əgər çanaq əyridirsə, onurğa düz olması mümkün deyil. Orada bu halda onu kontraktura adlandırmaq düzgün deyil. Çünki məcburi vəziyyət alıb orada dayanıb onurğa. Çanağı düzəltsək, onurğa düzəlir. Tamaşaçılarımız bəzən yanlış anlayır ki, bu həftə çanaq əyilibsə sabahları onurğada problem. Hayır, buna aylarla, bəzən illərlə vaxt gedir. Aylarla, illərlə. Çünki, məsələn, bəzən tamaşaçılarımız da sosial şəbəkələrdə çox görürlər elə şeyləri ki, 40 yaşında, 50 yaşında, 30 yaşında insanın rengenoloji şəklini göstərirlər ki, skalyozu var idi, 20 gündən sonra, 2 həftədən sonra, 1 aydan sonra düzəldi. Burada kompensator əyilmişdi o. Ya çanaqda olub problem, ya boyunda olub hansısa bir problem. Xəstəlik deyil. Bu skalyoz xəstəliyi deyil. Bu onurğanın skalyotik vəziyyətidir. Çünki o skalyoz xəstəliyi həm laterofleksiyanın, həm rotasiyanın düzləşməsi bu yetkinlik yaşına çatdıqdan sonra geri dönməz proses baş verir orada. Hissəvi yaxşılaşa bilər. Yenə də 23-25 yaşına qədər də yaxşılaşdırmaq mümkündür. Ondan sonra ağırlaşmanın qarşısını almaq mümkündür ki, ağırlaşa getməsin. Heç olmasa, məsəl üçün 3-cü dərəcədən 2-ci dərəcəyə keçirtmək olar. Amma da bərpa eləmək mümkün olmaz. Çünki laterofleksiyanı uzanma prosesi yoxdursa, uşağın boyatma prosesi artıq dayanıbdırsa, orada laterofleksiyanın geri dönməsi, geri qayıtması, yerində dayanması yəni mümkünsüz bir məsələdir. Rotasiya geri dönməz, geri qayıda bilməz.